Abituriyentlər və 11-ci sinifdən kollecə vermək istəyən şagirdlər. Ali məktəblərə qeydiyyat prosesini paylaşıram. Şəxsi kabinetin açılması və qeydiyyat prosesi. Əvvəl onu qeyd edim ki, kim özü eləmək istəmirsə, kömək lazımdırsa, nömrə qeyd edəcəm. O nömrə ilə əlaqə saxlayıb yararlana bilərsiniz. Deməli, Dövlət İmtahan Mərkəzinin saytına daxil oluruq. Burada qarşımıza 9 illiklər üçün və 11 illiklər üçün pəncərələr çıxır. Məsələn, biz hal-hazırda 11 illiklər üçün göstərək. 11 illiklər üçün daxil oluruq. Və buradan da görürsünüz linki. Ali təhsil müəssisələrinin bakalavriyası. Bura daxil oluruq. Açılmış burada pəncərədə baxın, abituriyentlər üçün giriş var. Görürsünüz. Bax, bura daxil oluruq və istifadəçi adı. Yəni, sizin fin kodunuz və parolunuz lazım olacaq. Amma bundan öncə əlbəttə ki, birinci növbədə şəxsi kabinet açılmalıdır. Əvvəla şəxsi kabinet açılmağına baxaq. Bunun üçün, baxın, bu hissədə şəxsi kabinet vursaq, belə bir pəncərə açılır və biz burada qeydiyyat eləməliyik. Burada qeydiyyat hissəsindən də qeydiyyat elə bilərsiniz və yaxud da görürsünüz, buradan vurmaqla da qeydiyyat elə bilərsiniz. Gəlin, vuraq. Və sənədin seriyası, yeni bilirsiniz seriyalar. Kimdə azdirsə, kimdə azdırsa bunlardan birini seçirik. Yeni nəsil şəxsiyyətlərdə isə seçmirik. Aha, davam edirik. Sənədin nömrəsi, yəni fin kod yazdıqdan sonra şəxsi kabinet yarada bir neçə məlumatları daxil edəcəyik və yadda saxlayaq. Bayaq təyin etdiyiniz o parolu yazaraq davam edirik. Budur, görürsünüz, belə bir pəncərə açıldı və biz burada müvafiq xanaları seçməliyik. Baxın, yazılıb. Ali təhsil müəssisələrinin 1-305 ixtisas qrupları üzrə müsabiqəsində iştirak etmək istəyirəm. Bəli, vururuq. Və orta ixtisas məsələn iştirak etmək istəyirəm. Bunu da vurursunuz. Bəli, bəzən deyilər ki, yox, mən kollec istəmirəm. Onun onsuz da fərqi yoxdur və sizə heç bir təsiri yoxdur. Vurmağınız, belə deyim ki, tövsiyə olunandır. Sonra yoxlayırsınız. Baxın, qəbul imtahanı verəcəyiniz dil Azərbaycan dili, bəli, xarici dildə ingilis dili. Vəssalam, məlumatlarınızı yoxladıq. Yazırıq ki, elektron ərizəni yadda saxla və elektron ərizəni təsdiq et. Cari ildə abituriyentlər 0 manat ödəyir və razıyam, ərizəni təsdiq et vuracağıq. Bəli, budur. Baxın, nə yazılıb? Ərizə təsdiq olundu. Xeyirli olsun inşallah.